Ayda bir dəfə 3 ay gələcəksiniz mütləq. Yəni müalicə lazımdır dərinizə. Nə üçün o iş görür? Dərinizi canlandırsın, qidalandırsın. Mən görürəm sizin dəriniz yağlıdır. Yağlılıq balansını bərabərləşdirsin, rəngi bərabərləşdirsin, çox parıldırsın dəriniz. Dərinizdə bir də xırda qızartılar var. Yəni problemli dəridir. Həssas dəridir. Həssas dəridir, bəli, problemli dəridir. Ona egzastom eləsəz daha məqsədə uyğun olur, çox qəşəng olacaq. Yəni o görünüşdə nəsə hiss olunur ondan yoxsa yəni effekt verir? Hiss eləməyəcəksiniz, dəyişiminiz olmayacaq. Sadəcə olaraq dərinizə canlanma verirəm. Ölmüş hüceyrələri oyanır, qocalmanın qarşısını alır. Dərinizdə olan bu məsafə problemlərini həll edir, hər şeyi bərabərləşdirir. Yəni loğu dildə desək. Sonra isə mən sizə 5 nöqtə məsləhət görürəm ki, lifting olsun, biraz yanaq çıxsın. Buxaqla bağlı da özünüz deyirsiniz, kilo almışsınız. İndi kilo saxlasaz, kilo atsaz, heç olmasa lipolitiklə üzünüzün yığılmasını məsləhət görürəm. Gicgahlar yerindədir, göz altınız yaxşıdır. Göz üstü ceyran gözə ehtiyacı yoxdur, nazolabial yerindədir. Sadəcə biraz buradan düşmür. Bunları da istəsəniz, mən deyəm kimi etap-etap, mərhələ-mərhələ edə bilərik. Səs ki, yox, üzümün qalxmasını istəyirəm, tədbir var, harasa gedirəm. Onda isə mən sizə yanıq məsləhət görəcəm. Yox, onlara yəni belə riski dəyişim istəmirəm. Onda elə mən deyəm ki, sadəcə dərimi gözəl olmamı istəyirəm. Dərinizin gözəl olması üçün də mən sizə məsləhətimi gördüm. Kök izləyirəm. Yəni tam təbii bir şeydir də, yəni ziyanlı bir şey yoxdur. Ziyanı yoxdur, kodlaşdırılıb, insan orqanizminə uyğundur. Artıq bir ildən çoxdur ki, istifadə edirik. Yəni, pasientlərimizdən də geri dönüşləri paylaşıram, eşidirsiniz. Dəridə yəni dəyişim hiss oluram ondan sonra.